Növbəti situasiyaya baxaq. Bu situasiya həqiqətən də qəşəng situasiyadır. Burada diqqətinizi bir şeyə çəkmək istəyirəm. Azotla hidrogenin reaksiyasıdır. 3H2 alınır 2NH3. Deyir ki, reaksiyanın istilik effekti 92 kilojouldur. 92 yazırıq bura. Və bizə deyir ki, əgər istilik effekti reaksiya zamanı 46 kilojoul istilik ayrılarsa, 46 ayrılarsa 92-də baxın buna 1-ə 3 girib, düzdür? 46 olanda bura girəcək 0.5 ilə 1.5. Amma normalda da hərəsindən 2.5 moldur. Deyirsiniz ki, burada qatılıqdır. Bəli, həcm zaten 1-dir. Nü bərabərdir CV-dən 2.5-i 1-ə vuranda onsuz da 2.5 mola keçəcək. Bizdə tarazlıqda nə qədər qalır? Deməli 0.5 bundan girəndə, 1.5 bundan girəndə, onda amonyakdan da nə qədər alınacaq? 1-ə 2-dirsə 0.5-ə də 1 mol. Всё. Tarazlıq qatılığını hesablayırıq. 2.5-dən 0.5 çıxdın 2, 1.5 çıxdın 1, burada da 1. Və bizdən reaksiyanın tarazlıq sabitini K-nı istəyir. Tarazlıq sabiti bərabərdir. Sağdakının qatılığı bölünsün soldakıların qatılıqları hasilinə. Onda buradan da K bərabərdir. 1-in kvadratı zaten 1-dir. Bölünsün 2 vurulsun 1-in kubu. 1-i də 2-yə böləndə 0.5. Bu reaksiyanın tarazlıq sabiti oldu 0.5. Davam eləyirəm. NH3-ün əmələ gəlmə istiliyini hesablayın. Zaten NH3-ün əmələ gəlmə istiliyi əgər 2.5 mola görə deyəcək yəqin ki, N2 üstə gəlsin 3H2 alınır 2NH3. Normalda 92 kilojoul ayrılır. 92 kilojoula burada 92 kilojoulda əgər əmələ gəlmə istiliyini soruşursa bölürük 2-yə 46 kilojoul bölünsün mol. Bunun əmələ gəlmə istiliyi, amonyakın əmələ gəlmə istiliyi istəyir. Amma məncə burada ona görə yox, daha doğrusu onun verdiyi mola görə. Yəni 1 mola görə yox, 0.5 mola görədir. 0.5 mola görə əslində 46 kilojoul istilik ayrılırsa, onda həmin mola görə də əmələ gəlmə istiliyi 23 kilojoul olacaq. 0.5 molunun əmələ gəlmə istiliyi 23 kilojoul olacaq. Və nəhayət növbətliyə baxaq. Qabın həcmini 2 dəfə azaltsaq, düzünə reaksiyanın sürəti neçə dəfə artar? Reaksiyanın tənliyini bir də yazıram. N2 üstə gəlinsin 3H2. Bu düzünə gedən reaksiyadır təbii ki. Həcm azalanda təzyiq nə edir? 2 dəfə artır. Həcm 2 dəfə azalsa təzyiq 2 dəfə artır. Təzyiq də artsa onda bu reaksiyanın sürəti 2 vurulsun 2-nin kubu, yəni 16 dəfə nə edir? Artmış olacaqdır.